Həmişə qalib İran. Şəhid Əmirəli Hacızadə. Ey möminlər, onlara, düşmənlərə qarşı bacardığınız qədər qüvvə hazırlayın. İsrail rejimi ilə 12 günlük müharibənin gətirdiyi məcburi tətildən sonra uşaqların məktəbə qayıtdığı ilk gün idi. Sadiq hər şeydən ümidini kəsmiş, həvəssiz halda məktəb yolunu tutmuşdu. Düzdür, təhlükə sovuşmuşdu. Amma Sadiqə elə gəlirdi ki, İran şəhid Hacızadəsiz artıq o əvvəlki qüdrətində deyil. Elə buna görə də o gün yoldaşlarını gördükləri üçün sevinən digər uşaqların əksinə o halsız və ruhsuz şəkildə gedib sinifdə oturdu. Başını partanın üstünə qoyub zəngin çalınmasını gözlədi. Yarım saat sonra uşaqlar bir-bir gəlib yerlərində əyləşdilər. Bir neçə dəqiqə sonra müəllim cənab İrani yüksək enerji ilə sinifə daxil oldu. Bəh-bəh, salam olsun əziz yeniyetmələrə. Hamı şövqlə ayağa qalxıb müəllimi salamladı. Cənab İrani dedi: İnsafən sizin üçün bu qədər darıxacağımı düşünmürdüm. Necəsiz? Çox keçmədən söhbət İsraillə olan müharibəyə gəldi. Uşaqlardan biri soruşdu: Müəllim, axı niyə İran, Amerika və İsraillə dil tapmır ki, müharibə də olmasın? Görün nə qədər şəhid verdik. Doğrudanmı elə bilirsiniz ki, Amerika və ya İsraillə dil tapsaq, bizimlə işlər olmayacaq? Əlbəttə müəllim, onlar deyirlər ki, raket düzəltməyin, nüvə enerjisindən əl çəkin, bizim də sizinlə işimiz olmasın. Bəs onda onların sözünə qulaq asan Liviya ilə niyə işlər oldu? Cənab İrani qısa bir sükutdan sonra davam etdi. Baxın uşaqlar, Amerikalıların Liviya ilə iki əsas problemi var idi. Biri nüvə enerjisi, digəri isə hərbi gücü. Tam da bu günlərdə bizə irad tutduqları məsələlər. Amma Liviya ilə nə etdilər? Danışıqlarda Liviyaya dedilər: sanksiyaları qaldırmağımız üçün iki iş gör. Raketlərinin mənzilini aşağı sal və nüvə enerjisindən imtina et. Bəs nə oldu? Liviya bu iki şərti yerinə yetirən kimi ona hücum etdilər və Qəddafini öldürdülər. Bax, bu günə qədər hələ də Liviyanın nə təhlükəsizliyi düzəlib, nə də iqtisadiyyatı. Yəni, Liviya xalqı hələ də səfalət içindədir. Bəlkə də daha betər. İndi sizcə ağıllı adam bu Amerikaya və onun vədlərinə inanarmı? Bütün sinifə mənalı bir sükut çöktü. Cənab İrani sözünə davam etdi. Uşaqlar, onların məqsədi ya bizi özlərinə zəlil bir qul etmək, ya da məhv etməkdir. Ona görə də Allah Quranda buyurur: onlara qarşı bacardığınız qədər güc toplayın. Yəni, ey möminlər, ey müsəlmanlar, sizin güclənməkdən başqa yolunuz yoxdur. Uşaqlar, əgər ölkəmiz bu 12 gündə düşmənin başına elə oyun açdısa ki, onlar özləri gəlib atəşkəs istədilər. Bu, İranın Qur'anın tövsiyəsinə əməl edib güclənməsi sayəsindədir. Yoxsa onlar işi bir dəfəlik bitirməyə gəlmişdilər. Müəllimin bu sözləri Sadiqin qüssəsini daha da artırdı. Çünki o inanırdı ki, İranın güclənməsi şəhid Hacızadənin və onun şəhid dostlarının zəhmətinin nəticəsidir. Və indi onlar yoxdursa, İran da güclü deyil. Amma mübahisəyə qoşulmağa heç taqəti yox idi. Sadəcə ah çəkib başını aşağı saldı və dərsin sonuna qədər sakit qaldı. Zəng çalındı, uşaqlar sinifdən çıxırdılar. Cənab İrani Sadiqi çağırdı. Sadiq bəy, sən qal, sənin nə işin var? Baş üstə müəllim. Cənab İrani digər uşaqları gülər üzlə yola saldı və hamı gedəndə dedi: Bəh-bəh, Sadiq, bugün elə bil kefin yoxdur. Yaxşıyam müəllim. Yox, yaxşı deyilsən. Dərsin əvvəlindən axırına qədər gözüm səndə idi. Sanki gəmilərin batıb. Bir şey deyil müəllim, doğrusu ürəyim İran üçün yanır. Bilmirəm Sərdar Hacızadədən sonra başımıza nə gələcək? Heç nə gəlməyəcək. Məgər Hacı Qasımdan sonra İranın başına bir iş gəldi? Müəllim, o fərqlidir. Hacı Qasım gedəndə şəhid Səlami, Baqiri və Hacızadə kimlər var idi? Bəs indi? İndi də varlar. Həm dediyin o əzizlərin bənzərləri var. Hansı ki, çoxunu tanımırıq, həm də onların özləri hələ də bizi qoruyurlar. Məgər eşitməmsən? Rəhbər buyurdu ki, şəhid Süleymani Sərdar Süleymanidən daha güclüdür. Şəhid Hacızadə də şəhadətindən sonra ölkəni və İslamı müdafiə edənlərə kömək etmək üçün daha çox imkana malikdir. İkincisi, biz bu 12 gündə şəhid Hacızadə olmadan İsrailin belini qırdıq. O müharibənin elə başında şəhid oldu. Amma onun öz kadrları ilə hazırladığı raketlər elə güclü və elə çoxdur ki, hələ uzun müddət düşmənin gününü qara edəcək. Cənab İrani
Sadiqin üzündən gördü ki, hələ də ürəyi rahatlaşmayıb. Ona görə də əlavə etdi. Gəl sənə elə Şəhid Hacızadənin öz dili ilə cavab verim. Bir gün bir jurnalist ona deyir. İsraillilər deyiblər ki, biz Sərdar Hacızadəni izləyirik və o terror siyahımızdadır. Sərdar Hacızadə bunu eşidən kimi gülümsəyib deyir. Onlar bu psixoloji əməliyyatlarla bizi qorxutmaq istəyirlər. Qafildilər ki, balığı sudan qorxudurlar. Biz 40 ildir ki, şəhadət qusli ilə yaşayırıq və arzumuz şəhid olmaqdır. Sonra Sərdar davam edir. Əsas məsələ İran İslam Respublikasının və İsrailin varlığıdır. Şübhəsiz ki, İslam Respublikası qalıcıdır, İsrail isə gedicidir. Siz gənclər, biz olsaq da, olmasaq da, mütləq İsrailin məhvini görəcəksiniz. Sadiq, Şəhid Hacızadə İranın hərbi gücünə tam bələd olduğu üçün deyirdi ki, İslam Respublikası İsraili məhv edəcək dərəcədə qüdrətlidir və mənim kimi insanların getməsi ilə bu proses dayanmayacaq. Bundan daha böyük zəmanət istəyirsən? Başqa bir yerdə Şəhid Hacızadə məhz bu gücə arxalanaraq deyirdi. Xalq hərbi sahəyə görə qətiyyən narahat olmasın. Biz hərbi sahədə çox güclüyük və heç bir narahatlığa əsas yoxdur. Cənab İrani gülümsəyərək dedi. Yenə deyirəm, əziz rəhbərimiz və onun ixlaslı əskərləri Quranın həmin ayəsinə əməl edərək ölkəni qüdrətli ediblər. Elə raketlər hazırlamışıq ki, komandirlərimizin dediyinə görə bəziləri hələ nümayiş olunmayıb, oğlum. Sərdar Hacızadənin dediyi kimi, biz dünyanın ən güclü qeyri-nüvə bombasını hazırlamışıq. Bu güc deyil, bəs nədir? Cənab İrani sanki ağlına bir şey gəlmiş kimi dayandı. Qoy sənə bir video göstərim, ürəyin tam rahat olsun. Sonra telefonunu masanın üstündən götürüb, qaleriyadan bir video tapdı və Sadiqin qarşısına qoydu. Videoda Şəhid Hacızadənin həyat yoldaşı bu xatirəni danışırdı. Cənab Hacızadənin dostları və silahdaşları şəhid olanda biz evdə narahat olub ağlayırdıq. O isə tam sakitliklə deyirdi. Niyə ağlayırsınız? Sonra qəlbinin arxayınlığından gələn bir qətiyyətlə davam edirdi. Onlar o qədər əskər yetişdiriblər ki, özləri olmasalar da yerləri boş qalmayacaq. Yəni Hacı Qasım Süleymaninin, Şəhid Tehrani Müqəddəmin, mənim Hacızadənin və bizim kimilərin olmaması ilə heç nə dəyişməyəcək. Xalq narahat olmasın, bu nurlu yol davam edəcək. Cənab İrani əlini Sadiqin çiyninə qoyub dedi. Hacızadə gedib, amma onun yetişdirdiyi saysız hesabsız kadrların əli ilə və hazırladığı yeni texnikaların nümayişi ilə dünyanı heyran qoymağımız hələ qabaqdadır. Narahat olma oğlum, İmam Hüseyin əleyhissalamın İranı hər zaman qalibdir.